Artıq hüquqi şəxslər və sahibkarlar dəniz, çay, göl və yeraltı sulardan istifadə üçün ödəniş etməli olacaqlar. 2026-cı il sentyabr ayının 1-dən etibarən müəssisələr və sahibkarlar su obyektlərindən dəniz, çay, göl, yeraltı sulardan xüsusi məqsədlər üçün istifadə etdikdə müəyyən ödənişlər edəcəklər. Bəs hansı hallarda bu ödəniş onlardan tələb olunacaq? Əgər sahibkar və şirkət texniki avadanlıqlarla sudan istifadə edirsə, suyu istehsalat və ya digər fəaliyyətlər üçün götürürsə, təmizlənmiş tullantı sularını su obyektlərinə axıdırsa, su hövzələrinin bir hissəsindən istifadə edirsə, o zaman istifadə üçün ödənişlər tələb olunacaq. Bu ödənişlər isə, məbləğləri isə belədir, sənaye məqsədi ilə götürülən hər 100 kubmetr su üçün Xəzər dənizindən götürülən su üçün 0,4 manat, çay və göllərdən götürülən su üçün 4 manat, yeraltı sulardan istifadə etmək üçün 40 manat, təmizlənmiş tullantı sularının axıdılmasına görə isə hər 100 kubmetr üçün Xəzər dənizinə axıdılırsa 1 manat, çay və göllərə 4 manat ödəməlidir. İcazə almaq üçün isə əvvəlcə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət olunur. Lazımlı sənədlər, həmin agentlikdən tələb olunan sənədlər verilir. Agentlikdən icazə alınır, bu mütləqdir. Agentliklə müqavilə bağlanılır. Daha sonra isə su obyektlərindən istifadəyə görə ödənişlər bundan sonra ödənilir. Bu qaydalar kimlərə aiddir? Hüquqi şəxslərə aiddir, şirkətlərə aiddir. Hüquqi şəxslər şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslərə, fiziki şəxslərə aiddir. Yəni, adi vətəndaşların məişət məqsədi ilə istifadə etdiyi suya aid deyil. Əsasən biznes və istehsalat fəaliyyətində olan su obyektlərindən xüsusi istifadə edən sahibkarlara aiddir.